açmağı öyrədəcəm. Diqqətlə izləyin. Opera browserlərimizə daxil oluruq. Net saytına daxil oluruq və burada yeni kayıt bölməsinə daxil oluruq və bura öz saytınızı və yaxud çatınızı adını yazırsınız. Məsəl üçün mənim saytım Starbucks mən Starbucks yazıram və tara butonuna basıram. Türkün məsəli Starbucks aliyiz biz, Starbucks deyilik biz, Starbucks deriz biz. Bu sayt Türklərin olduğu üçün domenlər də türkçədir. Starbucks deriz biz, mezmunuz okuyoruz biz, Starbucks severiz biz. Yəni bu da mənim saytım idi. Starbucks biz bu alınmadı deyənə mən video çəkə bilmədim. Biz severiz. Starbucks severiz biz. Adımızı bizim adımız, siz öz adınızı yazarsınız və yaxud başqa bir ad yazarsınız. Ona özünüz seçim edərsiniz. Mən King Master yazıram. Bura e-mailinizi yazırsınız. Bu e-mail düzgün e-mail olmalı. Yəni öz e-mailiniz olmaz ki, bu e-mail sizə lazım olacaq. Çünki bura link göndəriləcək. O linki saytı aktivləşdirəcəksiniz, yəni domeni aktivləşdirəcəksiniz və mən öz sayt e-mailimi yazıram. Fərqi yoxdur. E-mailim, yəni mən bu e-maili yazıram. Siz hansı, yəni Gmail ya e-mail hansı varsa siz onu yazarsınız. Fərqi yoxdur. Hədəf adresi və hədəf adresimiz çatdı. Starbucks. Burada yazır olsunuz da unutmayınız və adres və işarəti ilə ya da home gibi herhangi bir dosya adı ilə bitməlidir. Gördüyünüz kimi davam deyirik və irəli keçirik. Bir başqa və burada başlıq deyir, yəni saytın başlığında belə bir şey Starbucks olacaq. Bu da Starbucks olacaq. Anahtar bunlara əl vurmuruq. Kateqori mən əyləncə qoyuram. Sıxlıq, yəni belə bir edin, yəni fərqi yoxdur, nə qədər istəyirsiniz edin, mən bu qədər edirəm. Buradan da heç nəyə əl vurmursunuz və qəbul edirəm, işləmi tamamla. Bu qədər e-mailimizə indi bizim aktifləşdirmək üçün aktivasyon açarı göndərirlər. Yəni linkdir, açar da linkdir. Bax, üzr istəyirəm. Alan adınız Starbucks severiz, şifrəniz deyir və buradan üyə girişinə daxil oluruq. Alan adımızı kopyalarıq, Starbucks biz və üyə girişi daxil oluruq, bölməsinə daxil oluruq. Bura alan adımızı yazırıq və şifrəni də buraya yazıb giriş butonuna tıklayırıq. Gördüyünüz kimi durum pasifdir. Yəni biz
bu linkə tıklayaraq, yəni basaraq Türkü Məsəli aktiv edəcəyik domenimizi və gördüyünüz kimi Starbucks aktivləşdirildi deyir. Təbriklər, alan adınız aktiv və kullanıma hazır. Bu qədər. Baxaq, yəni görək, hazırdır. Bu qədər, gördüyünüz kimi hazırdır. Saytımız açıldı. Və bu qədər. Bizləri izlədiyiniz üçün təşəkkür edirəm. Təzə videolar da gələcək. Bizləri izləmək üçün və abunə olmağa yaddan çıxartmayın. Hələlik.